mən anam hansı oxuduğum yerdə o rəqs elədi və elə rəqs edərkən ürəyə patladı, rəhmət edəcək. Anam kim yanacaq bu halama, gel anam, 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 qıyma yazıq balana, gel anam, 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 ürək dözmür ayrılığa. Yəni bu gün oxumağa tədrisəm, biraz üzərində işləsəm, yəni elə də davam eləyə bilir. Vüsal bəy, necə gedir? Hadi, çox pis. Salam, ikinci sənət verilişi efirdədir. Bugündən etibarən ikinci sənət verilişinə mən, Günay Məmmədovanın təqdimatında izləyə biləcəksiniz. Bugün çox fərqli bir qonağımız var. Neçə illərdir səhnələrdə görsənməyən, lakin hələ də öz populyarlığını itirməyən bir müğənni. Vüsal Əliyevdir bugün qonağımız. Bu qəmiyaz içində necə güləcək? Salam Vüsal bəy, necəsiz? Xoş geldiniz, sağ olun. Xoş gördük sizi. Siz bizim verilişimizdə ilk dəfədir qonaqsınız. Öz təəssüratlarınızı bildirə bilərsiniz. Buyurun, tamaşaçılarımızla da salamlaşın. Bütün tamaşaçılarımızın axşamı xeyir olsun, hamısını salamlayıram. Veriliş haqqında da təəssüratım o ki, maraqlı verilişdir, müğənniləri izləmişik. Hər kəs kənardan göründüyü kimi hamı elə bilir ki, sadəcə bunların əlindən oxumaq gəlir, hər öz marifətini göstərir. Sağ olun ki, belə bir şərait yaratmışsınız ki, biz də göstəririk ki, oxumaqdan başqa əlimizdən gələn bir işlər də var. İnşallah mən də əlimdən gələnləri göstərərəm, tamaşaçılarımız da bəyənir. İnşallah. Vüsal bəy, bildiyinizə görə bizim verilişimizin adı ikinci sənətdir. Bəli. Bugün siz bizə və tamaşaçılarımıza ikinci sənətinizi nümayiş etdirəcəksiniz. Bizə və tamaşaçılarımıza çox maraqlıdır ki, sizin ikinci sənətiniz nədir? Bunu mən yox, bunu istəyirəm ki, əziz tamaşaçılarımız sizə Vüsal bəyin özü desin. Mənim hazırda bu veriliş vasitəsilə göstərəcəyim sənətdə elə musiqi ilə bağlıdır. Mən ta uşaqlığımdan demək olar ki, 5-6 yaşlarımdan bu sənətin içində böyümüşəm. İlk başladım, evdə nağaram olub, nağara çalmaqla məşğul olmuşam, oxumaqla bərabər. Yəni, musiqi alətlərinin bir çoxunda demək olar ki, if eləməyi bacarıram. Mən anam hansı oxuduğum yerdə o rəqs elədi və elə rəqs edərkən ürəyə patladı, rəhmət edəcək. Anam kim yanacaq bu halama, gel anam, 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 qıyma yazıq balana, gel anam, 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 ürək dözmür ayrılığa. Amma bugün musiqi alətləri ilə bağlı ikinci sənətimi göstərərəm inşallah. Çox gözəl. Vüsal bəy, musiqi alətlərinə ifa eləməyə, yəni uşaqlıqdan buna həvəsiniz var, yoxsa ki, sonradan yaradılıb? Yox, elə uşaqlıqdan özümdə onu hiss eləmişdim. Sonra da mən 4-cü sinifə qədər Naxçıvan Sədrək kəndində təhsil almışam. Ondan sonra 4-cü sinifdən sonra Bakıda İncə Sənət Gimnaziyasında 7 il təhsil almışam. Vüsal bəy, o zaman əziz tamaşaçılarımız, vaxtımızı itirməyək, gedək yavaş-yavaş, görək Vüsal bəy bizə bir gün nə nümayiş etdirəcək, bizə və tamaşaçılarımıza da bilirəm ki, çox maraqlı olacaq. Ürəyim, ürəyim, kövrəyim. Vüsal bəy, ilk öncə hansı alətdə ifa eləyəcəksiniz? İlk öncə, bilməm, bugün sintezatorda, nağarada və tütəkdə ifa etmək istəyirəm. Fərqi yoxdur, hansından olsa başlaya bilərik. Yəni, hamısını gözəl bacarırsınız. Profesional olmada, yəni özüm, necə deyəm, mən özüm öz mahnılarımı özüm bəstələdiyim üçün mənə çox kömək olur, yəni bunları bilməyim. Yəni, nə bilim, yəni bugün oxumağa tədrisəm, biraz üzərində işləsəm, yəni elə də davam eləyə bilərəm. Bir qura necə gedəcək? Ürəyim, ürəyim necə düzəcək?
yaxşı olar, mən inanıram. Vüsal bəy, bayaq da qeyd elədiniz ki, çəkilişdən öncə bəzi alətlərdə ifa eləməyi unutmuşam. Yəni, indi necə ifa eləyəcəksiniz? Yəni, bunlar hamısı uşaqlıq həvəsləri idi. O vaxt məktəbdə oxuyarkən məşğul olurduk. Amma biz Nicət bəylə bu haqda danışanda ki, dedim, belə bir bacarıqlarım var, dedilər, lap yerinə düşər. Yəni, bu 1-2 gün içində, daha doğrusu tütə ifa etməyə 1-2 gün içində məşq elədim. Sintezatorla nağarıya heç əlimi vurmamışam. İndi elə burada necə olar? Çox gözəl, inşallah yaxşı olar. Vüsal bəy, artıq hər şey hazırdır. Vaxt itirmədən gedək, görək nə olur, necə olur. İnşallah yaxşı olar. İnşallah. Ayrı dünyaların adamıyıq biz. Sen beni anlayıp duyabilmezsen, ben sana canımı versem tertemiz. Sen bana kanını kayan verirsen. Artıq biz səhnədəyik və mən sizi sintezatorla bərabər baş-başa buraxıram. İnşallah birazdan gələcəm, hələlik görüşərik. Sağ ol. Sağ ol. Eləmirəmsə, Rəşid Beybutovdan Alagözlü mahnısını ifa elədiniz. Məncə pis alınmadı. Düzdür, bunu biz yox, tamaşaçılarımız qərar verəcək. Sizcə necə alındı? Sizcə ifa eləyə bildiniz? Öncə də qeyd eləmişdim, yəni çoxdan məşğul olmurdum. Sadəcə sol əlim zəifdir, amma üzərində işləsəm sağ əlimdən istədiklərimi etməyə bacarıram. Qalmışam yanayım. Mən ana mahnısı oxuduğum yerdə o rəqs elədi və elə rəqs edərkən ürəyə partladı, rəhmət edəcək. Anam kim yanacaq bu halıma, gel anam, 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 qıyma yazıq balana, gel anam, 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 ürək dözmür ayrılığa. Daha nə ifa eləyə bilərsiniz Vüsal bəy bizim üçün? Təşəkkür edirik. Çox, belə deyək də, ritmik bir mahnı idi. Çox gözəl idi, çox bəyəndim. Təşəkkür edirəm sizə. İndi keçid almaq istəyirəm ikinci musiqi alətinə. Bu, səhv eləmirəmsə, tütək olmalıdır. Bəli.
O zaman mən sizi yenə tək buraxıram. Birazdan yenə gələcəm. Oldu. İnsal bəy, necə gedir? Hadi, çok iyisin. Qalmışam yana Mən ana mahnısı oxuduğum yerdə o rəqs elədi və elə rəqs edərkən ürəyi partladı, rəhmət edəcək. yanam, kim yanacaq bu halıma? Gel anam, 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 kıyma yazıl balana. Gel anam, 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 ürək dözmür ayrılığa. İnsal bəy, necə gedir? Belə mən nə bilim. İndi Yəni bu keçid al. tütək iqruşkadır da, yəni bu göründüyü kimi iqruşkadır. Buna bir iki pərdədə Yəni özüm doğru artır. tütək deyil. Yəni əsl əlbəttə tütəklərdən. iqruşkadır. Bunu 2 gün bundan qabaq alıb, iki pərdəsini də özüm artırmışam ki, nəsə bir şey alınsın. Yəni bu bizim adı üstündədir, ikinci sənətimizdir. İstədik nəsə göstərək. Çox gözəl. İndi keçid almaq istəyirəm üçüncü alətimizə. Bu səhv eləmirəmsə, nağar olmalıdır. Düz dedim. Bəli, bəli. O zaman keçid almaq istəyirəm sonuncu alətimizə. Onu da ifa eləyək. Sonra inşallah İnşallah. görüşərik.